Boltun Azərbaycandakı müştəri dəstəyi hansı prinsiplər əsasında fəaliyyət göstərir? Bizim əsas prinsipimiz təbii ki, təhlükəsizlik və ədalətdir. Yəni bu bizim əsas prinsipimizdir. Niyə görə bu vacibdir? Çünki bütün gediş zamanı təhlükəsizliyin təmin edilməsi Boltun ən əsas məqamlarından biridir və hər hansı bir şikayət bizə daxil olandan sonra sırf ədalətli qərarın çıxarılması bizim üçün əsas prinsipdir. Bugünkü oyunda Qarabağa da uğurlar. Təşəkkür. İnşallah yaxşı nəticə ilə qayıdar. Bu tətbiqin bir dənə də bir şey yaxşıdır ki, harda olduğunu, yəni sən taksi sifariş edəndə harda olduğunu dəqiq göstərə bilirsən. Dinləyicilərimiz çoxlu sual göndərir, amma mənim öz suallarım da var. Bayaq da deyəcək bu təhlükəsizlik məsələsi. Oradan da bu vacib məsələdir. Təhlükəsizlik tamamilə razıyam sizin üçün. Bu Bolt tətbiqində hansı əsas alətlər var? Əsas alətlərdən biri əslində bu təhlükəsizlik təcili yardım düyməsidir. Bu düymə sırf gediş zamanı aktivləşir. Heç bunu istifadə edən olur? Olur əslində, bəli. Belə bir statistikamız var bizim əslində. Təxminən 10.000 gedişə heç bir belə müraciət yoxdur. Yəni təhlükəsizlik baxımından əslində Azərbaycanda taksi çox rahat. Yəni o funksiyanı seçəndə nə olur ki, bir dənə onu izah edin. O funksiyanı seçəndən sonra canlı bir çat açılır, canlı dəstək təmsilçisi bağlanır ora və birbaşa yazışmaya başlayır. Əgər hər hansı bir ehtiyac yaranırsa və yaxud sərnişin cavab vermirsə, birbaşa zəng gedir müştəriyə. Müştəri artıq cavab vermirsə, təbii ki, hüquq mühafizə orqanlarına da məlumat verə bilər müştəri təmsilçisi və s. və əla. Yəni, ən populyar şikayət hansıdır sərnişinlərdən? Sürücülərin davranışı ilə bağlı, yəni ünvana düzgün gəlməməyi ilə bağlı, yəni ən əsas şikayətlər məncə bunlar. Ən əsas ünvana düzgün gəlməməyi. Düzgün gəlməməyi ilə bağlı, bəli, nağdsız sifarişlərin qəbul etmirlər, yəni əsas budur. Bəlkə adam doğrudan yerini səhv vurub. Yerini səhv vura da hələ üstə gəl sürücüdən şikayət eləyir. Bunu əslində biz izləyə bilərik sistem vasitəsilə, yəni sərnişin hansı ünvanı qeyd edir. Və təsdiqini tapır, hə? Olur, bəli, olur ki, sürücü çatmır, bəli, sürücü çatmır və qeyd edir ki, mən artıq ünvandayam, yəni bu da olur. Screenshotu sizin tətbiq vasitəsilə şəkil göndərmək olur? Olur, bəli, şəkil. Hə, göndərin, orada detallı yazsınlar sizə ki, hansı rəqəm nəyin puludur? Yəqin ki, nəyinəsə nəzərdə tutulmuş. Ya, sadəcə maraqlıdır, nə olur orada? Bəli, bu kateqoriya keçən il aktivləşib, keçən ilin ikinci yarısında və qeyd etmək istəyirəm ki, bu Boltun pilot proyektidir və ümumiyyətlə Azərbaycan birinci ölkə oldu ki, bu proyekt burada reallaşdı. Bəli, və proyektin reallaşdırılmasına birbaşa bizim müdürümüz Markus bəy gəlmişdi Estoniyadan və bu ümumiyyətlə proses necə işləyir? Gediş başlayarkən bizim dəstək təmsilçimiz birbaşa sizə yazır chat vasitəsilə və xüsusi link göndərir. Və siz o linkə daxil olaraq bütün yol boyu canlı olaraq izləyə bilərsiniz həm maşın daxili görüntünü, həm də yol görüntünü.